Xocalı rayonunun Şuşakənd kəndinə növbəti qayıdış olub. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqəli şöbəsindən bildirilib ki, bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb. Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb. Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşürlər. Cənab Prezidentimiz İlham Əliyev, Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya, şəhid ailələrinə, qazi ailələrinə göstərdikləri diqqət və qayğını kənarda qalmadı. Biz də bir şəhid övladı olaraq evlə təmin olunduq. Qardaşım da, mən də təşəkkürümüzü bildirib, minnətdarıq. Eyni şəkildə Xocalı rayonunun Badara və Ballıca kəndlərinə yeni köçən ailələrə də evlərinin açarları təqdim olunub. Bu mərhələdə Badara kəndinə 6 ailə 18 nəfər, Ballıca kəndinə isə 9 ailə 38 nəfər köçürülüb. Doğma yurda köç kərvanı ilə qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibəti ilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib. Öz növbəsində sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşürlər. Allah Prezidentimizin canı sağ eləsin, şəhidlərimizə Allah rəhmət eləsin ki, bu günlərin bu gözəl anı bizə yaşadır. 30 ildən sonra öz torpaqlarımızdayıq. Allah köməyiniz olsun. Minnətdarıq. Mən 11 yaşımda bu torpaqdan məcburi köçkün düşmüşəm. Bugünkü günümüzə şükür, sevincimizin həddi hüdudu yoxdur. Allah Prezidentimizin canı sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Çox şükür öz yurdumuza qayıdırıq, öz torpağımıza qayıdırıq. Bundan gözəl hiss ola bilməz. Yəni çox sevincliyiz, çox sağ olun. Allah millətimizi həmişə sevinç içərisində yaşasın. 33 il qaçqınlıq həyatından sonra axır ki öz doğma yurdumuza, öz torpaqlarımıza qayıtdıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, Allah ali baş komandanımızı qorusun. Bizə bu günü yaşadan rəhbərimizə təşəkkür edirik. Bu günlərə çox şükür. Axır ki öz doğma torpağımıza qayıtdıq. Qeyd edək ki, işğaldan azad olunan ərazilərimizə köç prosesi mərhələli şəkildə davam edir.